Hər vaxtınız xeyir olsun. Bugün nar kimi qızaran, forması dağılmayan, içi sulu, çox ləzzətli, hazırlanması da bir o qədər asan, çox sərfəli kotlet reseptini təqdim edirəm. Əvvəlcə 700 qram kartofun qabığını təmizləyib sürtkəcdən keçirək. Artıq suyunu sıxaq. Üzərinə 2 ədəd yumurta, 350 qram qiymə, 1 yemək qaşığı duz, yarım çay qaşığı sarı kök, şirin toz qırmızı biber, qara istiot, kimyon və 2 diş sürtkəcdən keçirilmiş sarımsaq əlavə edib yaxşıca yoğuraq. Küçük hissələr götürüb əlimizin arasında sıxıb yazdılayaq. Tavaya yağ əlavə edib qızdıraq. Forma verdiyimiz kotletləri hər iki yüzünü van modda qızardaq. Bu ərzaqlarla mən 20 ədəd iri ölçülü kotlet hazırladım. Bu kotletlərin daha bir üstünlüyü pişirmə zamanı ətin suyu kartofu opur və buna görə də yağ yanmır. Yanında yemək üçün sadə bir sos hazırladım. Xamaya, şüyüd və duz əlavə edib qarışdırdım. Kotletin içərisində sarımsaq olduğu üçün sosu əlavə etmədim. Bu qədər. Hazırlayacaq olan hər kəsin didən nuş olsun. Əgər videonu bəyəndinizsə, like edib yaxınlarınızla paylaşmağı unutmayın.